Əllamə Məhəmməd Təqi məclisi bir nəfər yaxınlarından biri gəldi, dedi ki, qonşusundan gileyləndi. Dedi, mənə bir qonşum var. Daha günahların içində boğulur da, çoxdur günahları və s. Biraz da güclü insan idi, nüfuzlu insan idi. Dedi, bəs istəyirəm sən ona bir kəlmə deyəsən. Dedi, yaxşı bir məclis olsa mənə də çağır, onu da çağır. Dedi, bu da gəldi, o da gəldi. Belə sayğı da göstərməzmiş, ehtiram eləməzmiş din alimlərinə və s. Gəldi, gördü bu alim də, bunu da tanıydı da, məşhur adamdır. Bu alimi görən kimi üzünü tutdu, bu həmən bu şəxs, o günahkar. Dedi, bu siz alimlərin, ruhanilərin sözü nədir? Nə deyirsiniz? Yəni bu neçə vaxt danışırsınız da, bu 40 ildir minbərdə söhbət edirsiniz. Bu cümlə bir dənə cümləyə yığın görüm nə deyəsiniz dərdiniz. Nə deməksiniz bu cəmaata? Deyir, o alim baxdı Əllamə, dedi ki, birinci sən de görüm sənin sözün nədir? Ondan sonra mən deyərəm mənim sözüm nədir? Sənin qaydalarından, bir qaydalarından birini mənə de görüm. Bu baxdı, gördü, bu belə dedi, yaxşı dedi, mənim bir neçə qaydam var, bir qaydam da budur. Nədir? Mənim bir qaydam budur ki, kimlənsə ki, duz çörək kəssəm, duz çörək kəsdiyim insanın haqqını həmişə əda eləyərəm. Tapdalamaram. Bunu deyən kimi alim qayıtdı ki, neçə yaşın var? Dedi, 60. Nə üçün? Dedi ki, 60 ildə Allahın duz çörəyini yiysən ha. Heç bir dəfə düşünmürsən ki, onun haqqını əda eləyim. Tutuldu. Ya söz yoxdur. Söz olsa burada nəfsin sözüdür, Allah sözüdür, fitrət sözüdür. Burada da söz yoxdur, sən Allah. Qutar. Bir dəqiqə deyən. Dayandı. Kişi kimi belə dayandı, mərdi yana. Gözləri doldu, çıxdı məclisdən. Məclis bitdi, sabahsın gəldi, o dostunu çağırdı. Dedi, o kimdir, o kişi ilə mənimlə görüşdü. Getdi onunla görüşdü. Dedi, mən yolundur tövbənin. Bu kişinin əlinə tövbə elədi. Gözləmə, bir cümlə deyə belə, yəni çox eşitmişik də, o kişinin nəfəsinə bax, titrətdi onu. Ya bir nəfərdən danışırlar, o buna deyim inşallah, bugünkü çıxışım, bugün orta çıxışım bitsin, yenə səhər gələcəmdir, mən üstdən əl çəkən deyirəm ki, bir ay, inşallah nəsib olsun, səhər imsakdan qabaq yenə gələcəm. Molla Hüseynqulu var idi, arif şəxsdir, o böyük alimlər çox tanıyır, çox böyük şəxsiyyət olub həqiqətən. Onun zamanında da bir nəfər var imiş, adı, ləqəbi var imiş də, Əbdülfərrar. Fərrari sözü eşitmişsə də qaçaq insan bir yerdə qalmamış da, yəni bu belə, amma da qüdrətli insan imiş. Cəmaət onu görəndə yolun